Bəs onda bədən sərhədləri nələrdir? Bədən sərhədləri uşağın bədəninə kimlərin, nə zaman, necə və hansı hallarda toxuna biləcəyinə dair haqlarıdır. Əgər bir uşaq qucaqlaşmaq istəmirsə, öpmək və yaxud da öpülmək istəmirsə, məcbur etməyin, çünki bu onun sərhəddidir. Biz böyüklər bəzən ayıb olar deyərək uşağın bu sərhədlərini görməzlikdən gəlirik və şantaj, qorxu, rüşvət ilə uşaqları manipulyasiya edirik. Məsələn, xalanı qucaqla, yoxsa səndən küsəcək. Əmini qucaqla, sənə hədiyyə verəcək. Və yaxud da bibini öpməsən, bir də sənə heç bir hədiyyə almayacaq. Dayını öpməsən, dayı küsüb gedəcək şəklində ifadələr işlədirik və bununla da uşaqlara təkidlər, baskılar edirik. Biz bəzən görürük ki, ictimai nəqliyyatda, avtobusda, metroda, yol ilə gedərkən bir böyüyə yer vermək üçün uşağı istəmədiyi bir halda ayağı qaldırırlar ki, sən qalx, qoy xala, bibi, əmi, dayı otursun, sən də onun qucağında otur deyə məcbur edirlər. Bununla da uşağın daxili siqnallarını susturmuş olurlar. Halbuki bu siqnallar uşağın özünü qoruma mexanizmləridir və susturmaq olmaz. Çünki uşaq bu sərhədləri tanımadığı halda, gələcəkdə özünün və başqalarının məhrəmlik hissi və bədən sərhədlərini tanımaqda çətinlik çəkəcək. Yox deyə bilməyən, zorakılığa uğrasa da, zorakılıq qurbanı olsa da susan və bunu heç kəslə paylaşmayan bir insan ola bilər. Buna görə də uşaqlara sərhəd qoymağı mütləq öyrətmək lazımdır.